hər axşam bir 20-dən 30 dənə canavar saqqal keçir, bizim insanlara, heyvanlarımıza hücum eləyirlər, heyvanlarımızı yeyirlər. Görsən gündüzü göz gözü görmür, dumandır. Gəlib üstünə də çıxa bilərsən. Bu vəhşi heyvanı hamımız bilirik ki, bir dənə vəhşi heyvanı 5 dənə mənəm oğlan yəni parçalamaq gücü var. Orada uşağın qoynağı canavar. Biz 4-ün 5-in valla yaralıyıq. Həyətyanı sahələrə basqın edir, tövlələrdə qoyunları məhv edib. Kürdəmirdə canavarlar kənddəki xırdaboynuzlu heyvanlara hücum edib. Hadisə rayonunun Çölqubalı kəndində qeydə alınıb. Belə ki, vəhşi heyvanların hücumu zamanı kənd sakini Şahin Səfərovun təsərrüfatında 16 baş xırdaboynuzlu heyvan tələf olub. Kənd sakinlərinin sözlərinə görə meşəlik və sıx yunğunluqla əhatə olunan kəndə mütəmadi olaraq vəhşi heyvanlar hücum edir. Son bir həftə ərzində sakinlərin saxlaz yerlərinə sürü halında hücum edən canavarlar kənd sakinlərinin onlarla qoyununu tələf edib, bir neçəsini isə ağır yaralayıb. Canavarlar, çaqqallar, məsələn, hər axşam bir 20-dən 30 dənə canavar saqqal keçir, bizim insanlara, heyvanlarımıza hücum eləyirlər, heyvanlarımızı yeyirlər. Gəlib axşam mənim 15-16 baş heyvanımı yeyib 10 min, 8 min, 10 min məziyan vurub. Xahiş edirəm dövlətimizdən ki, bu problemləri aradan qaldırsın. Yəni, bu elə olmaz. İnsanlar, məsələn, düşə bilmir, həyətdə, kəndin içində gəzə bilmir. Bu vəhşi heyvanların əlindən. Xahiş edirəm dövlətimizdən ki, bu problemləri aradan qaldırsın. Bizə kəsib ailəyik, bizə köməklik eləsinlər. Sakinlər bildirir ki, canavarlar nəinki malqaraya, hətta insanlara hücum çəkir. Hətta ötən il qonşu kənd sakinlərinin birinə hücum edib, əl-ayağını yaralayıb. O hadisəni də gəldim, özüm gördüm. 16 baş heyvan, bir gün sabah doğar heyvandır. Nə vəziyyətdə parçalamışdı, nə günlərə qoymuşdu, onun şahidi biz olduq. Bu insanda 2 dənə körpə balası var, ona gözün tikmişdi ki, yavaş və doğar, əl-ələ veririk, ailənin uşağını dolanarıq. Bu hadisə bu birinci dəfə deyir, təkrarına belə istənlərdir, lap mənim yaxın qonşumu da evinə, dövləsinə girdi, incə bura xəbər tutdu, gəldi, tez bazarı qovladı, ona canıb ikisini də onda yaraladı. Bu heyvanın zərər yoxdur, heyvanı qoyduq bir kənara. Bu hərəm 10 dənə, 15 dənə, 20 dənə heyvanı var. Bir uşağına ki, biri aparsın, örüş yerlərində tutarsın, biri o tərəf, biri bu tərəf aparır. Onun qorxusundan heç kim üzətçilər, örüşə heyvan yollaya bilmir. Nerə ki, həyətdə saxlaya bilmirik. Balaca həyətdə bir göz qabağında, burada nə saxlamaq olar? Heç heyvana görə yox, körpə uşaqlardan qorxuruq. Biri məktəbə gedir, biri məktəbdən gəlir, biri toya gedir, biri qonşuda oynamağa gedir. Hətta gündüzün gün orta çağı dəfələrlə bu vəhşi heyvanlar bizə rast gəlib. Bu vəhşi heyvanı hamımız bilirik ki, bir dənə vəhşi heyvanı 5 dənə mənəm oğlan yəni parçalamaq gücü var. Biz konkret belə qərara gəlirik ki, mən özümdən götürürəm. Mən heyvanımın içinə o vəhşi heyvan gəlib girsə, mən o gedib qaytarmağa qorxuram, çıxartmağa qorxuram. Mən məcburam gözləyəcəm ki, o yesin, nə vaxt bezəcək, onu da çıxsın getsin. Bununla da beləncindən də əmələ gəlmir. Bu bir dənə heyvanı əmələ gətirib ortalığa çıxartmaqdan ötürü bunun otun, yemin hesablasın, arpasının buğdasını hesablasın, bu hara gəlib çıxır. 16 baş heyvanın bugünkü gündə ölməyi, heç nədən vəhşi heyvan tərəfindən məhv olmağı, bu elə ki, bir dənə ailə məhv olmağı deməkdir. Və bu indiki vəziyyətdə dolanmaq çətindir axı. Buna da lazımdır ki, bunu hökumət tərəfindən, dövlət tərəfindən buna bir tədbir görülsün. Beləncindən qoyun birin bir uşağın yesə, birinə bir ziyanlıq versə, o nətər olacaq? Biz o heyvanı tutub, vəhşi heyvanı tutub, büyünlərim setkiyə sala bilsək, yenə bizə cinayət edəcəklər ki, o heyvana niyə toxunursunuz? Zəngülün gəlsin, filan qurumlar gəlsin, tədbir görsün. O gəlincində qalmıraq. Kəndimizdə belə hallar tez-tez baş verir və qalın sahələr ərazimizdə çoxdur. Bu da ondan irəli ki, həmin sahələrdə meşə zolağı yerləşir və canavarların orada yaşaması üçün münbir şərait yaranıb. Və canavarlar da həyətyanı sahələrə basqın edir, tövlələrdə qoyunları məhv edib və bizə də bu haqda məlumat verirlər. Biz də bu məsələni rayon səviyyəsində qaldıracaq və xüsusi tədbirlər görüləcək. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.